Said ibn Museyyib atasından rivayet edir ki, birine vaxt ki Əbu Talibə ölüm gəlir, ölümün əlamətləri gəlir. Allah elçisi sallallahu aleyhi ve sellem gəlir onun yanına və görür ki, yanında Əbu Cəhil, bir də Abdullah ibn Əbi Umeyyə İbn Muğira oradadır və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, ey əmican, la ilahe illallah denən elə bir kəlmə ki, mən Allah yanında şahid olacağam. Əbu Cəhil və Abdullah ibn Əbi Umeyyə deyir ki, ey Əbu Talib, sən Abdülmuttalibin dinindən dönürsən və Allah Resulü sallallahu əleyhi və səlləm yenə təkrar ona bu sözləri deyir və Əbu Cəhil də yenə o sözləri deyir ki, sən Abdülmuttalibin dinindən dönürsən və nəhayət son kəlməsi oldu ki, o Abdülmuttalibin dinindədir. La ilahe illallah kəlməsini deməkdən boyun qaçırır. Və Allah Resulü sallallahu əleyhi və səlləm dedi ki, əmə vallahi la estəğfiranə ləkə mə ləm unha ankə. Deyə Allaha and olsun ki, nə qədər mənə qadağan edilməyib, mən sənin üçün istiğfar, bağışlanma diləyəcəyəm. Və Allah Teala bu ayələri nazil edir. Mə kənə lin-nəbiyyi vəl-ləzinə əmənu ən yəstəğfiru lil-müşrikin və ləv kənu əv uli qurbə min ba'di mə təbeyyənə ləhum ennəhum əshabul cəhim. Nə Peyğəmbərə, nə də iman gətirənlərə müşriklər üçün istiğfar diləmək yaraşmaz. Hətta onlar yaxın qohumlar olsa belə, onların cəhənnəm əhli olduqları bəyan olandan sonra və Allah Teala Əbu Talib haqqında bu ayələri nazil edir. İnnəkə lə təhdi mən əhbəbdə, sən sevdiyini hidayət edən deyilsən. Vələkinnəllah yəhdi mən yeşə, lakin Allah istəyəni hidayət edir. Və o a'lam bil muhtədin, və Allah Teala hidayətə layiq olanları, hidayət olunanları daha yaxşı bilir.